Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən Amerika Birləşmiş Ştatlarının Virciniya, Georgiya, Arizona, Nyu-York, Vaşinqton ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu ərazilərdə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu tədbirlər diri quşlara və risk daşıyan məhsullara aiddir. Qeyd edeyim ki, məhdudiyyət Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından xəstəliyin aradan qaldırılması ilə əlaqədar növbəti informasiya daxil olana qədər davam edəcəkdir. Və bizim ölkəmiz yüksək patogen quş qripinə görə həssas bölgədə yerləşir. Qeyd eləmək yerinə düşər ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə dünyada quş qripinə görə epizotik stabillik, həlallik bərpa olunmayıb və xəstəliyin yayılması coğrafiyası getdikcə genişlənir. Qabaqlayıcı tədbirlər kimi ölkəmizdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Monitorinqlər həm ailə təsərrüfatlarını, həm sənaye əsaslı quşçuluq müəssisələrini, həm təbiət ərazilərində vəhşi quşların məskunlaşdığı yerləri əhatə eləyir. Hələlik xəstəliyə şübhəli hal aşkar olunmamışdır.